Kimyəvi rabitə bölməsindən sınaq suallarının test izahına baxaq. Birinci sualda adi şəraitdə molekul kristal qəfəsə əmələ gətirən maddəni müəyyən edin. Deməli, biz demişdik ki, adi şəraitdə kristal qəfəsə əmələ gətirməsi üçün maddə bərk halda olmalıdır. Məsələn, H2O adi şəraitdə mayedir, olmaz. Silisium karbid deməli, bərk haldadır, amma atom kristal qəfəsli maddədir. Natrium xlor ion kristal qəfəslidir. Doğru cavab olacaq P4. Karbon qazı ona görə olmaz ki, qaz haldadır adi şəraitdə. İkinci sualda hansı element atomunun minimum və maksimum oksidləşmə dərəcəsi ədədi qiymətcə bir-birinə bərabərdir? Fluorun minimum oksidləşmə dərəcəsi -1-dir. Maksimumu 0-dır. Bunlar bir-birinə bərabər deyil. Kaliumun maksimumu -1, minimumu 0-dır, olmaz. Oksigenin minimumu -2, maksimumu -2-dir. Doğru cavab C variantı olacaq. Üçüncü sualda hansı maddə molekullarında həm ion, həm də kovalent rabitə mövcuddur? Deməli, biz demişdik ki, NH4-ün turşu qalıqlarla birləşməsindən yaranan maddələrdə kovalent rabitə var. Eləcə də daha doğrusu ion rabitə var. Eləcə də burada kovalent rabitə də var. Kovalent polyar. NH3-də deməli ancaq kovalent rabitədir. Natrium xlorda ancaq ion rabitədir. HCO natriumda isə həm kovalent, həm də ion rabitə mövcuddur. Doğru cavab olur 1 və 4. Dördüncü sualda natrium sulfat molekulunda kovalent polyar rabitənin sayını müəyyən edin. Biz bilirik ki, burada ümumi rabitənin sayını tapmaq üçün 4-ü 2-yə vururuq. 4 vur 2 bərabərdir 8. Yəni oksigenin valentini onun sayına vururuq. Bu 8-in natriumda 1 vur 2, ikisi ion rabitədir. 8-in ikisi ion rabitədir. Onda 6-sı kovalent polyar rabitə olacaq. 5-ci sualda hansı maddədə ion rabitənin sayı 6-dır? İon rabitənin sayını tapmaq üçün metalın valentini onun sayına vururuq. Yəni 3 vur 2 bərabərdir 6. Doğru cavab B variantı olacaq. Altıncı sualda maddəni müəyyən edin. Adi şəraitdə molekullar arasında hidrogen rabitəsi var. Molekulu polyardır. Valent bucağı 104 dərəcə 5 dəqiqədir. Bu su olacaq. Çünki hidrogen rabitəsi var. Polyardır molekulu və valent bucağı da 104 dərəcə 5 dəqiqədir. Biz bilirik ki, hidrogen rabitəsi fon elementlərinin hidrogenlə birləşməyindən yaranır. 7. Hansı maddə qeyri-molekulyar quruluşa malikdir? Yəni, belə deyək də, atom və ion kristal qəfəsli maddələri biz qeyri-molekulyar quruluşlu götürə bilərik. Elə A variantı ion rabitəli, ion kristal qəfəsli maddədir. Qeyri-molekulyar quruluşa malik olacaq. Digər variantdakı maddələr molekulyar quruluşludur. 8. Hansı halda molekullardan biri polyar, digəri isə qeyri-polyar kovalent rabitəlidir? Polyar iki fərqli qeyri-metal, qeyri-polyar iki eyni qeyri-metalın birləşməsindən yaranır. Doğru cavab olur B variantı. 9. Deməli, NH3-də rabitə əmələ gəlməsində iştirak edən elektronlar. NH3 bu şəkildə yazılır. 3 dənə rabitə var. Hər rabitənin yaranmasına deməli 2 elektron sərf olunur. Onda 3-ü 2-yə vuranda 6 elektron sərf olunacaq. Hibrid orbital biz bilirik ki, NH3-də sp3 hibridləşmə var. sp3 hibridləşməyə malikdir və bunlardan rabitə əmələ gəlməsində 4 hibrid orbitaldan 3-ü iştirak edir. Bizdən n-n fərqini soruşur. Doğru cavab olur 3. 10. Maddəsində sigma rabitənin sayı neçədir? Biz bilirik ki, sigma rabitə hidrogenin sayının üzərinə aradakı bir qat rabitəni gəlməklə tapılır. Hidrogen 6-dır. Aradakı sigma rabitələri də üstünə gəlsək, cavab olur 8. 11. Maddəsində polyar rabitənin sayı neçədir? Polyar rabitə iki fərqli qeyri-metal arasında yaranır. Deməli, hidrogenin sayı qədər polyar rabitə var. Doğru cavab olur 6. 12.
Natrium hidrosulfat maddəsində polyar rabitə ilə ion rabitənin sayı cəmi neçədir? Yəni, ümumi rabitənin sayı neçədir? Ümumi rabitəni tapmaq üçün oksigenin valentini onun sayına vururduq. Yəni, 4 vur 2 bərabərdir 8. Cavab olur C variantı. 13. Azot 7 elementi atomunda neçə elektron mübadilə mexanizmi ilə rabitə əmələ gəlməsində iştirak eləyir? 1s2, 2s2, 2p'nin üstü 3. Bu 3 dənə elektrondan 3'ü də mübadilə mexanizmində rabitə əmələ gəlməsində iştirak eləyir. A variantı. 14. Neçə hibrid orbital var? Biz bilirik ki, karbon 2 qat rabitəli karbon sp2 hibridləşmədədir. Burada da yenə sp2 olacaq. 1 qat rabitə olanda isə sp3 olacaq. sp2-də 3 hibrid orbital, sp2-də 3, sp3-də 4, cəmi 10 hibrid orbital olacaq. Oksigen elementi atomunda mübadilə mexanizmində iştirak edən elektronlar ümumi elektronların neçə faizini təşkil edir? Deməli, 1s2, 2s2, 2p'nin üstü 4'ü yazaq. Tək elektronların sayına baxaq. Deməli, 2 elektron mübadilə mexanizmində iştirak edir. 8 100%dirsə, 2 x% olacaq. Buradan da x-i 200 bölək 8, 25 tapmış oluruq. Doğru cavab C variantı.